Tanıma doğmamıza kaldı. Peygamber ve Kuvacanlı Beydine salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allah'ın güzellerine selamet eylesin. Her Ramazan'da, her cümlelerde bizlere zinet verilerinden kaybederek onun dairesine selametliğine, Resulü'nün selametliğine salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Bismillah. Mevlamız İmam-ı Zamanın salamatçılığına, Nazənin qəlbinin bizdən razı qalmasına bu gecə bütün möminləri o Həzrəti razı salanlardan olmağımıza xatir, Həzrətin zuhurunun təcilinə Muhammed və Ali Muhammedə salavat ədiyyədir. Bu gecənin əməllərinə, xüsusən ibadətinə, zikirlərinə və tövbəsinə müvəffəq olmağımızdan ötürü bu ayın şəhidi Mevlal Muvahhidin Yəsubuddin Əmirul Müminin Əli ibn Əbi Talibin pak, mütəhhər ruhuna salavat hədiyyə edəyək. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve tabibi kulubina ve şefi'i zunubina Ebu'l Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala alihil masuminel mukarramin la siyyumel hücceti ruhi ve ervahul alemin liturabi mağdemihil fida emma ba'd. Qalallahu l-hakim fi kitabihil kerim. A'udhu billahi mineşşeytanirracim. İnna enzelnahu fi leyletil qadr. Ve ma adrake ma leyletul qadr. Leyletul qadri hayrun min elfi şahr. Tenezzalul melâiketu ve'r-ruhu fîhâ biizni rabbihim min kulli amr. Selamun hiye hatta matla'il fajr. Sadaqallahul aliyyul azim. Bir daha bu gecənin bizlərə mübarək olmasına, bu gecənin əməllərinə müvəffəq olmağımıza xatir, İmam-ı Zaman əleyhissalamın nurani cəmal-i kəmalına salavat hədiyyə edək inşallah. Allahümme salli ala Muhammed və Ali Muhammed. Möminlər Allah evinə cəm olublar. Dünyanın hər yerində bu gecəni ehya saxlayırlar. Evlərdə ehya saxlayırlar. Allah hamısını bu gecənin məqsədinə çatdırsın. Allah hər kəsin hacətin bu gecələr rəva eləsin. Müşkillərimizi müsəlmanların, möminləri eləsin. Müşkillərimizi müsəlmanların, möminlərin, müşkillərin asan və həll eləsin inşallah. Ehtimal olunan digər hədislərə görə son gündə Qədr gecəsinin barəsində ehtimal verilib. Allah bu gecənin ehtimal verməsini və bir neçə gecədə gizlətməsinin bir hikməti var. Ümumiyyətlə, Allahın hər bir işinin hikməti var, əsası var. Eləyə bilərdilər bizə desinlər, o gün haçandı, mütləq surətdə o günün barəsində bizə məlumat verə bilərdilər. Məsumdan soruşurlar, niyə bu cür bu gecə haqqında bildirilir, ehtimal olunur?
Həzrət buyurdu ki, gecənin məxfi olması, gecənin ehtimal üzərində olması ona görədir ki, Ramazan ayının gecələrinə önəm versinlər. Ki, Ramazandan ki, kənar deyil, Qədir gecəsi Ramazan ayındadır. Ona görə bəzi insanlar veriblər, Ramazan ayının hər gecəsini ehya saxlayıblar, dua eləyiblər. Hətta biraz ondan da yuxarıda daha çox özünə əziyyət verənlər olublar. Bir il gecələr ehya saxlayıblar və o gecə ki, ehtimal olunur o bir gecəni dərk etmək üçün. Hər bir halda Allahın lütfü budur ki, biz öz mənəvi paklığımıza dönüş etmək istəyirik, qayıtmaq istəyirik. Və bu gecə Allahın bir lütfidir, fürsətidir bizə. Allaha həmd sənə eləyirik ömür verdiyi üçün. Bu gecələri dərk etmək üçün bizə ömür ruzusun bəxş elədiyi üçün, sağlamlıq bəxş elədiyi üçün, məsciddə əyləşdiyimiz üçün, bu gecəni oyaq qala bilməyimiz üçün Allaha həmd sənə eləyirik, şükür eləyirik. Digər nemətləri kimi bu neməti də təqdir eləyirik. Amma ikinci Qədir gecəsində möminlər hüzünlüdülər, qəmlidirlər və bu gecə Allah bizi bir dostunun, bir sevdiyi şəxsin vasitəsilə bir arada görmək istəyib. Odur ki, Həzrət Əli əleyhissalamın zərbətlənməsi də və şəhadətə çatması da təsadüf eləyir Qədir gecələrinə. Qədir gecəsində Həzrət Əlidən danışmaq heç də Qurandan və bu gecənin mahiyyətindən ayrı düşmək hesab olunmur. Çünki Əli əleyhissalam varlığı İslama töhfə verən, varlığı ilə İslamı dirildən, varlığı ilə İslamı ayaqda saxlayan, İslamın döyünən ürəyi, İslamın əsas ana xəttlərindən və əsas sütunlarından hidayət sütunu, təqva sütunu, Allaha gedən yolun ən gözəl nümunəvi bələdçisidir Əli əleyhissalam. Yəni bu gecə Həzrət Əlidən danışmaq, elə Qurandan danışmaqdır. Bu gecə Həzrət Əlidən danışmaq, İslamdan danışmaqdır bu. Heç də bizim bu gecədən əlavə bir söhbətimiz, bu söhbəti danışmaq anlamına gəlmir ki, bunu zaman-zaman deyiblər, bu fikri səsləndiriblər. Bəzi insanlar da sadəlövlükdən bunu inanıblar ki, bəli, biz Quranın nazil olan gecəsi biz niyə Əlidən danışırıq? Bu sözü o adam deyər ki, Həzrət Əlini tanımır, dindən məlumatı azdır, İslamdan bilgiləri kifayət qədər deyil. Bu gecə möminlərin əmiri Həzrət Əli əleyhissalama məxsusdur. Bu mənaya ki, Quranın hafizidir, Quranın samiti Qurandır, Quranın hafizidir, Quranı qoruyandır. Həzrət Əmir əl-Müminin əleyhissalamın varlığı bəs qədər şəffafdır, açıqdır, aydındır, işıqlıdır və heç bir zaman, heç bir hadisələr, tarixin heç bir dönəmi Həzrət Əli şəxsiyyətinə, Həzrət Əlinin əvəzsiz xidmətlərinə kölgə sala bilməyib. Odur ki, söhbətimizi bizdə rəsm olaraq, ədəb olaraq elə Əli əleyhissalamın əzəmətindən və bu neçə saat ki, Həzrət Əli əleyhissalam həyatda qalıb, yaşayıb, o günlərdə, o saatlarda daha doğrusu, onun evinin gediş-gəlişindən, onun insanlarla, kimlərlə söhbət eləməsindən bu barədə istəyirəm bir neçə kəlmə sizlə bölüşüm. Və birinci Qədir gecəsində dedik, Əli əleyhissalamı Ramazan ayının birinci Qədir gecəsində məsciddə ibadət elədiyi vaxt, sübh namazını qıldığı vaxt İbn-i Mülcəm, Allahın lənəti olsun ona, bədbəxtlərin bədbəxti, qətələhu əşqəl əşqiya. Həzrəti Peyğəmbər buyurdu ki, ya Əli, sənə qədər
bədbəxtlərin bədbəxti Salihin dəvəsini öldürən idi. Sənin hadisəvə qədər, sənin şəhadətvə qədər yer üzündə ən bədbəxt əşqəl əşqiya Həzrəti Salihin dəvəsini öldürən idi. Çünki o bir möcüzə idi, Allahın nişanəsi idi, Allahın əzəməti idi. Allahın möcüzəsinə qıydı, Allahın əzəmətini istədi aradan aparsın. Quran onu təqdim edirdi ki, o çox bədbəxt bir insanın əli ilə öldürüldü. Sonra bu iki ailə səni Salihin dəvəsini öldürəndən də bədbəxt bir kəsi öldürəcək. Ən bədbəxt kəs o kəsdir ki, sənə qıyacaq, səni qətlə yetirəcək, səni şəhid eləyəcək. Həzrəti Əli əleyhissalam zərbətlənəndən sonra evinə gətirilir. Deyirlər, bu 48 saatdan az bir vaxt zaman Həzrəti Əli əleyhissalam yaşayır, həyatda olub və o müddətdə görüşdüyü, danışdığı insanlar olub. Əli əleyhissalamın ilk görüşdüyü şəxs, ilk danışdığı şəxs öz qatili olur. Deyir, Həzrəti Əli əleyhissalamı zərbətlənəndən sonra, başından qılıncla vurandan sonra İbn-i Mülcəmi tutdular. Çəkdilər bir kənara, Əli əleyhissalamla məşğul idilər. Həzrəti Əli əleyhissalam bihuş olmuşdu, mübarək başından qan gedir, bir dəsmalla bağladılar. Həzrəti Əli taqətsiz halda idi, uzatdılar yerə, biraz gözlədilər, özünə gəldi, yavaş-yavaş dedi ki, dayanın burada. Baxdı, deyir İbn-i Mülcəmə, dedi, ya haza, ləqəd ci'tə əzimən, çox böyük bir iş gördün, çox əzəmətli bir iş gördün. Yəni, bu tərif mənasında deyildi. Yəni, pisliyin içərisində hamı pislik eləyirdi, amma sən çox böyük bir pislik elədin. Sən çox böyük bir pislik elədin. Deyir, sonra deyir, ona buyurdu ki, əbi'səl imam kuntələk, pis imam idim sənə. Görsənən budur ki, Əli əleyhissalam onu sevməyənlərə də belə laqeyd olmurdu. Ondan müxalifətçilik eləyənlərə belə laqeyd deyil. Belə dördü imamlar, onları sevənlərlə mehriban olsunlar, onları sevməyənlərdən acıqları gəlsin, onlara bir pislik arzulasınlar. Xeyr, varlıqları rəhmət idi. Və mə ərsəlnəkə illə rəhmətən lil aləmin. Bu söz Peyğəmbərin barəsindədir Quranda. Amma məsumlar, imamlar Peyğəmbərin xəlifələridir, Peyğəmbərin canişinləridir. Eynən o rəhmət missiyasını məsumlarımızla davam etdirirdi. Ona görə imamın varlığı hamı içindir. İmam Allahın rəhmətidir. Hətta yer üzündə bugün imamdan acığı gələn bir şəxs də varsa belə, yenə o da imamın rəhmətindən pay aparır. Yəni də yaşayırsa, təsəvvür eləyə bunu məsələn günəşə. Əgər bir nəfərin günəşdən acığı gəlirsə də, günəşdən onun vücudu yenə də bəhrələnir. Günəşdən xoşu gəlməyənsində, qaranlıq sevən bir adamsında, günəşin varlığı onun da həyatına öz təsirini göstərir. Əbi'səl imamulək, yəni sənə pis imam olmuşam, yəni istəyir desin ki, sənin də imamın idim. Sən məni sevməsəydin də, məni qəbul etməsəydin də, mən sənin də imamın idim. Əvələm əkun şəfiqən əleyk, sənə mehriban deyildimmi? Sənə mehriban, şəfqətli deyildimmi? Və əhsəntu ileyk, sənə yaxşılıqlar eləməmişdim. Sənə yaxşılıqlar da eləmişdim. Və asərtukə əla qeyrikə, səni başqalarının yanında mənim qonağım olduğum vaxtda bir dəstəklə sən gəlmişdin, mən sənə daha çox diqqət göstərmişdim onların içində. Və ənə kuntu ələmu əntə qatili, və bilirdim də ki, sən mənim qatilim olacaqsan. Belə deyildi ki, mən səni tanımırdım, yaxşılıq eləyirdim. Mən səni bilmirdim, bu işi görərsən, ona görə sənə yaxşı imam idim. Bilirdim qatilim olacaqsan. Bilirdim məni sən qətlə yetirəcəksən. Amma eyni zamanda ki, bilirdim, mən imamlıq missiyamı yerinə yetirirdim. Mən öz şəfqətimdən, diqqətimdən, mərhəmətimdən səni kənara qoymurdum. Qabaqcadan sənə qarşı bir kün güdmürdüm. Və istəyirdim sən bu işdən daşınasan. Və elə o məqsədlə idi, səhər sübhdə mən səni birinci çağırdım. İndi bunu mən deyirəm. Elə o birinci çağırışım sən o idi ki, mənim qanıma şərik olma. Mənim qanıma əli batırma. Bədbəxt olma. Biz varıq buna görə ki, insanlar bədbəxt olmasın. Bizə heç bir maddi maraq burada güdmürük.
Peyğəmbərin, heç bir məsum imamın, ilahi rəhbərin, ilahi hüccətin heç bir maddi marağı yoxdur. Heç bir tərifə onların həvəsi yoxdur. Heç bir tərifin onlar gözləntisini eləməyiblər cəmiyyətdə ki, bizi cəmaat tərifləsin. Bir halda ki, bilirdim qatilimsən və mən səndən bu cür rəftar eləyirdim. Niyə məni məhz Ramazan ayında və bu gecə öldürməyi qərar aldın? Bu sözlər niyə deyirdi əleyhissalam? Maraqlıdır. Bu sözlərin nə mənası var idi orada? İş bitib. Həzrət Əli əleyhissalam da çox gözəl bilirdi ki, bu zərbənin ardıca bir şəhadət var. Bilirdi ki, qılınca ən baha qiyməti olan zəhəri vurmuşdular. Elə bir zəhər idi ki, heç bir təbib onun qarşısını ala. O surətliyində ki, o zəhər bədənə yayılacaqdı. Heç kəs onun qarşısını ala bilməzdi. Əli əleyhissalam niyə bunu deyirdi? Deyirlər ki, Əli əleyhissalam istedi özü sağ ikən onu bağışlasın. Onu bağışlatdırsın. Belə bir imam idi. İndi belə bir imamdan danışmayasan, bu rəhmətdən danışmayasan. İstedi o da bağışlansın. Öz qatilinə belə rəhm eləyən bir kişi idi Əli əleyhissalam. İstedi o da bağışlansın. Yəni bu sözləri deyirdi, buna görə deyirdi ki, İbn-i Mülcəm peşman olsun, tövbə eləyə bilsin. Amma eləyə bilmədi. İnsan hər vaxt tövbə eləyə bilməz. İnsan tövbə eləməyə fürsət tapanda da gərək tövbə şükür eləsin. Din bizə bunu deyir. O ki, tövbə eləyirsən bir günahdan, ayrıca bir şükür elə ki, Allah şükür ki, bu tövbəni mənə qismət elədi. Hər insan tövbə eləyə bilmir. İbn-i Mülcəm tövbə etməmək qərarındaydı. Və ona görə deyir, başını saldı aşağı, bir kəlmə belə danışmadı. İstedi Əli əleyhissalam danışmasın ondan, getsin. Getsin. İlk söhbət elədiyi qatilidir bir şəxsin. Və tövsiyələr eləyir onun haqqında sonra. Deyir ki, onunla sərt rəftar eləməyəcəksiniz, onu vurmayacaqsınız. Təbii ki, o məqamda əsəblər gərgin, insan nə halda olar, insanlar ona qarşı istənilən amansız bir hərəkət eləməyə hazır idi. Əli əleyhissalam onun qabağını aldı. Dedi ki, heç kəsin haqqı yoxdur. Nə qədər mən sağam, ondan heç kəs pislik eləməyəcək. Heç kəs onu vurmayacaq, heç kəs onu əziyyət eləməyəcək. Onu aparın elə bir yerdə saxlayın ki, sanki bu şəhərdə bir qonaqdır. Hansı kişi öz qatilinə, onu qətlə yetirənə, gözü baxa-baxa yaxşılığı tövsiyə eləyər. Dedi, əgər mən sağam, sağ qalacaqamsa həyatda, o biləcək, mən biləcəm. Onunla özüm danışacağam. Amma birdən sağ qalmasam, yenə də ədalətə riayət edin. O mənə bir dənə zərbə vurub, ona bir zərbədən artıq vurmağa icazə vermirəm. Biz Həzrəti Əlini buna görə sevirik. Əli əleyhissalamın heç bir şirdilmiş xüsusiyyəti yoxdur. Ona uyğunlaşmayan heç bir şey yoxdur ki, cəmaat desin ki, bunu Həzrəti Əliyə barəsində deyək və cəmaata bu tərəfdən bunu sevdirək. Xeyr. Yoxdur, çünki ehtiyac da yoxdur. Qatili ilə bu cür rəftar eləyir, bu cür danışır. Getirirlər Həzrət Əli əleyhissalamı evinə. Təbii ki, nə qədər insan istəyir Həzrət Əlini görsün, amma evin məhdudluğu, kiçikliyi, Həzrətin halının çətinliyi ona müsaidə eləmirdi. Əli əleyhissalamı hamı görə bilmirdi. Amma bir neçə nəfər görür, danışır. Onlardan da biri Hücr ibn Ədi idi. Gəldi Əli əleyhissalamın yanına, deyir, o vaxtı gəlmiş ki, Həzrət Əli huşdan gedirdi. Bir vaxt çəkirdi, biraz çəkirdi, deyir. Həzrət Əli huşdan gedirdi. Çağırırdım, hay vermirdi, baxmırdı. Hücrdir o halda gəldi ki, Əli əleyhissalamın başına bir dəsmal bağlayırlar, sarı rəngdə. Üzünün rəngi dəsmalın rəngindən seçilmir. Zəhər surətlə
qanına işləyir. Deyir, Hücr əleyhissalam bu halda görəndə başladı, bir rəcəz oxudu. Dedi, yetimlər atasını itirir bugün. Yetimlər başsız qalır bugün. Meydanlar şücaətli aslanını itirir bugün. Deyir, əleyhissalam deyir, gözünü açdı, Hücrü gördü, dedi ki, yaxın gəl. Yaxın gəl, sənə bir sualım olacaq. Gəldi, deyir, əyləşdi əleyhissalamın ayağının altında, dedi ki, buyur. Ya əmir-əl-müminin, buyur, canım sənə fəda olsun, nə soruşacaqsın? Dedi, bir gün olar səni təhdid eləyələr, sənə desələr, əlidən üz döndər, əlidən üz döndərməsin, səni öldürəlik, ölümlə hədəliyərlər səni, məndən əl çəkərsən. Deyir, Hücr ağladı. Dedi, ağa, əlindəki qılıncı deyir, göstərdi. Dedi, məni bu qılıncla tikə-tikə doğrasalar da, səndən heç vaxt əl götürmərəm. Kişini sevəndə, kişini sevəndə belə sevir. Ünvanlanan sual da Hz. Əli əleyhissalam bilirdi o sualı kimə vermək lazım idi. Dedi, bilirəm. Cavab verdin, eşidirəm, amma bilirəm ki, belədir elə. Bilirəm ki, məndən əl götürməzsən. İllər keçdi, Əli əleyhissalamı sevənlərin çox çətin bir dənə imtihanı başladı. Həyat belədir. Həyat belədir. Mərd adamın imtihanı da ağır olur. Namərdin imtihanı yüngül olur. Amma mərdin imtihanı ağır olur. Mərd insan hadisələrdə pişir, böyüyür, yetişir. İmtihanlar, hadisələr insanı böyüdür. Vəziyyət adi, sadə bir şəraitdə insanın inkişafından, rüşdündən, təkamülündən söhbət gedə bilməz. Hadisələr insana göstərir iç üzünü. Belə də oldu. Muaviyə Hücrü saxlatdırdı. Əleyhil haviyə, Allahın lənəti olsun ona. Deyir, onu deyim sizə ki, Əli əleyhissalam şəhid olanda Muaviyə xəbər verəndə Muaviyə ağlayırdı. Ağlayırdı. Dedi ki, mən bundan sonra özümə heç bir rəqib tanımıram daha. Düşmənçilik də eləsəydi, Həzrəti Əlinin mərdligin, şücaətini etiraf edirdi. Özünə fəxr bilirdi Həzrəti Əli ilə düşmənçilik eləmək. Düzdür, bir baxımdan bədbəxtdir. Amma bədbəxtliyin içində bir balaca mərdlik də var idi ki, etiraf edirdi ki, heç kəs Əlidən başqa mənə rəqib ola bilməz. Çünki bunların hamısı satqındır. Bunların bir dənə balaca barmağını sıxan kimi bunlar Əlidən üz döndərəcək. Elə insanların da, elə insanların yanında heç vaxt yeri olmur. Özlərini şirin göstərməyə çalışarlar bir müddət, amma çox dəyərsizdirlər. Onlar, nə bilim, dünyada alınıb satılan ən ucuz şeydən də dəyərsizdirlər. Deyir, Muaviyə çağırdı bunu. Muaviyə zövq alırdı. Əlini sevəni dindirməkdən zövq alırdı. Bu da Həzrəti Əliyə simpatiyasından idi də. Zövq alırdı. Bəzilərin getirirdi, saatlarla danışdırırdı. Dedir, mənə Əlidən danış. Bunun yaltaqları danışırdı Əlidən. Əlinin fəzilətlərindən, Əlinin etdiklərindən Muaviyə kifayət qədər məlumatlı idi. Amma kişilərdən də istəyirdi o sözü eşitsin, mərd adamlardan da istəyirdi o sözü eşitsin. İndi nə dərəcədə o sözdən zövq alırdı, ləzzət alırdı, bilmirəm. Amma hər bir halda bunlar var tarixdə ki, Həzrəti Əlinin dostlarını işgəncədən qabaq Həzrəti Əlidən danışdırırdı. Deyirdi, mənə Əlidən danış. Əlinin namazından danış, Əlinin ədalətindən danış. Hücrü də danışdırdı. Və sonda onu bir seçim qarşısında qoydu, hansı ki, Əli əleyhissalam ona demişdi. Amma bu dəfə fərqli bir üslubdan istifadə elədi. Oğlanlarını da getirmişdi. Həzrəti Əli bunu canını sual vermişdi. Canımı məndən əsirgərsən, məndən əl çəkərsən, səni ölümlə ədələsələr. Biraz məsələ qarışdı. Evladların getirdilər. Muaviyə dedi ki, bunun
İki oğlunun ikisini də gözünün qabağında öldürün. Əgər Əlidən əl çəkmirsə, Əlidən imtina eləmirsə, Əli ilə dostluqdan uzaqlaşmırsa, deyir, ağladı, dedi ki, sən mənə nə şad xəbər verirsən, Əlidən əl çəkməyib məni öldürəcəksən, sən mənə nə şad xəbər verirsən, mən bu xəbəri gözləyirdim, mən darıxmışam, illər keçib mən o kişidən uzaqlaşmışam, itirmişik, mən darıxıram ondan görüşmək üçün, sən indi mənə deyirsən ki, səni Əli ilə görüşdürürəm, mən necə sevinməyim, sən mənə deyirsən, öldürürəm səni, sən mənə əslində deyirsən ki, mən səni Əli ilə görüşdürürəm, mən necə sevinməyim. Sonra deyir, 2 rükət namaz üçün möhlət istədi. Dedi, 2 rükət namaz qılmaq istəyirəm. Son vəsiyyətin, son isteyin, dedi, 2 rükət namaz qılmaq istəyirəm. Namaz qıldı. Namaz qıldı, əllərini açdı, dedi, Allah, məni ilə bu zalim qövmün arasında ədalət ilə hökm elə. Qanım hədər getməyəcək, bilirəm. Deyir, sonra dedi, nə istəyirsən? Dedi, oğlanlarımı məndən qabaq öldür. Oğlanlarımı gözümün qabağında öldür. Dedi, niyə? Dedi, birdən məni öldürərsən, onlar qorxarlar. Onlar sənin sözü qəbul edirlər, Əlidən əl çəkərlər. Onda mən narahat olaram, özümü bağışlamaram. İstəyirəm, onlar Əlini sevərək canlarını tapşırsınlar mənim gözümün qabağında. Ondan sonra məndən nə istəyirsən elə. Nə verib Əzzət Əli məhəbbəti bunlara? Gör, insan gəlir bir yerə çatır ki, öz əzzini, öz doğmasını, öz ciyər parəsini hazırdır versin və zövq alaraq versin, istəyərək versin. Və o cür də oldu. Dedi, bir dənə də tapşırığım, istəyim var. Boynumda zəncirlər var, qolumda zəncirlər var, saxlamısan məni qarşısında. Məni elə bu halda da dəfn eləsinlər. Bu zəncirləri açmasınlar. Qanımı yumasınlar üstümdən. İstəyirəm Əzzət Əliyə qiyamət günü görüşəndə bu sözü deyim ki, yəni söz vermişdim, sözümə əməl elədim. Əsbər bin Nübatə, İmam Həsən Müstəva əleyhissalam deyir, qapını açdı, gördü Əsbər oturub dizin qucaqlayıb. O vaxt idi ki, artıq Həzrət Əli əleyhissalamın halı getdikcə, şiddətləndikcə çətinləşirdi. Həzrət Əli əleyhissalam gec artıq özünə gəlib ayıla bilirdi. Dedilər, hamı getsin, sakitçilik olsun, ağlamaq səsi gəlməsin. Çünki evdəkiləri aram eləmişdilər, qızları, uşaqları aram eləmişdilər. İmam Həsən Müstəvadır, açdı qapını, gördü Əsbər oturub, dizlərim qucaqlayıb. Dedi, Əsbər, sən niyə getməmsən? Dedi, hara gedim? Haram var, hara gedim? Mən bir ömür bu qapıya öyrəşmişəm, bu qapıda oturmuşam. Hara gedim? Deyir, onda gördü Əli əleyhissalam İmam Həsənə deyir ki, çağır onu içəri. İndi bir nəfər Həzrət Əli əleyhissalam çağırır içəri, gör nə qədər şaddır, nə qədər sevincdir. Deyir, gəldi, deyir, başladı hönkürtü ilə ağlamağa. İmam dedi ki, aram ol, aram ol, qızlarımı, Zeynəbi indi sakitləşdiriblər. Başladı onunla danışmağa. Dedi, ya Əmirəl-Möminin, olar sizdən bir şey soruşun? Dedi, soruş. Dedi, mənə elə söz denən ki, heç vaxt, heç kəsə deməmsən. Bu zamanı, bu dəqiqəni qənimət bilirəm. Mənə elə söz denən ki, heç kəsə deməmsən bu günə qədər. Deyir, Əzzət buyurdu ki, sənə elə söz deyəcəm ki, necə sən əyləşmirsən başımın üstündə indi, son saatlarımdır, son anlardır. Mən də Peyğəmbərin başı üstünə gəlib, bax, bu anlarda çatmışam, əyləşmişəm. Mən də bu sualı Peyğəmbərdən soruşdum. Dedim, ya Rasulallah, mənə nəsihət elə, mənə muizə elə. Dedi, ya Əli, o sözləri ki, mənə Peyğəmbər son anlarında deyib, mən də sənə onları deyirəm. Dedi, ya Əli, gedərsən məscidə bu sözləri cəmaata deyərsən. Bu sözləri mənim dilimdən cəmaata deyərsən. Deyərsən ki, Peyğəmbər buyurur, Cəbrail Allahdan nəql edir Peyğəmbərə.
Hər kəs valideyninin üzünə ağ olsa, Allahın rəhmətindən uzaq olsun. Hər kəs bir işçini işlədə, onun muzdunu, pulunu verməyə, Allahın rəhmətindən uzaq olsun. Hər kəs ağasından, sahibindən, mövlasından qaça, ona itaət eləməyə, Allahın rəhmətindən uzaq olsun. Həzrətləri deyir, mən gəldim məscidə, bu sözləri Peyğəmbərin dilindən cəmaata dedim. Cəmaat dedi ki, bu sözləri bizim üçün açıqla. Ağ valideyn haqqında bizə Peyğəmbər demişdi bir vaxtlar. İşçinin muzdu barəsində tövsiyələr eləmişdi bizə. Qulun ağasına itaəti haqqında sözlər demişdi bizə. Deyir, qayıtdım, gəldim yenidən Peyğəmbərin yanına və bunların hamısının bir-bir açıqlamasını mənə Həzrət bildirdi. Buyurdu ki, ya Əli, o ki deyirəm, valideynin üzünə ağ olan Allahın rəhmətindən uzaq olsun, sən və mən bu ümmətin atalarıyıq. Allahın rəhmətindən uzaq olsun bizə ağ olana. Ağ valideyn, yəni valideyni saymır. O ayrı söz deyir, bu ayrı hərəkət edir. O bir sözü, bir yaxşı işə dəvət edir, bu onu saymır, ehtiramsızlıq edir. Allahın rəhmətindən uzaq olsun sənlə mənim sözümdən çıxana. Allahın rəhmətindən uzaq olsun bir işçini işlədib onun muzdun pulun verməyənə. Sən və mən bu ümmətin işçisiyik, fəhləsiyik. Mən Peyğəmbər olaraq, sən imam olaraq insanların mənəvi xidmətçisi olmuşuq. İndi bizə buradan gələk nəsə versinlər, verilməlidir bizə. Biz maddi bir şey istəməmişik heç vaxt. Əgər cəmaat bizim bu Peyğəmbərliyimizin, imamlığımızın müqabilində bizə nəsə verməlidirlər, borcludularsa, o mənəvi bir muzdur. Onu Allah istəyib bizim əvəzimizdən. Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Peyğəmbər onlara denən, sizə bu risalətin, bu Peyğəmbərliyimin müqabilində əhl-i beytimə məhəbbətdən başqa bir şey istəmirəm. Yer üzündə mən müsəlmanam deyib, Peyğəmbər əhl-i beytinə qəlbində kin saxlayan hər kəs Peyğəmbərin muzdun verməyib, Allahın rəhmətindən uzaq olsun. İmam olaraq sevmək, itaəti vacib olan şəxs olaraq sevməkdən gedir söhbət. Bir aslan kimi, şücaətli kimi, nə bilim, başqa bir səciyyəvi xüsusiyyətlərini önə çəkərək yox, o gözdən pərdə asaraq yox, itaəti vacib olan şəxs kimi sevmək, ulul əmr kimi sevmək, onu sevmək itaətdir. İn kuntum tuhibbunallaha fəttəbi'uni yuhbibkumullaha. Əgər bir adam Allahı sevirsə, göstəricisi nədir? Göstəricisi bu ki, Peyğəmbərə itaət eləsin. Allahı sevmək çox asandır. Allaha itaət eləmək asandır. Peyğəmbərə itaət eləmək çətindir. Allaha bəndəlik etmək asandır. Yoxdur, görmür, gözü önündə döyür, özünü qəflətdə hiss eləyir bəzən, istədiyini eləyir və düşünür ki, inşallah bağışlayacaq. Allaha itaət eləməyi şeytan da bacardı. Amma Allahın vəlisinə itaət eləməyi bacara bilmədi. Allahın vəlisinə itaət eləmək hünər istəyir. Ona görə Allah deyir, əgər kimsə məni sevməkdə iddiaçıdırsa, xüsusən də bu kitab əhlinin barəsində də bu, Peyğəmbər onları İslama dəvət edirdi, deyirlər ki, sən bir dəqiqə qal, Allahı biz səndən çox istəyirik. Sən yox idin, biz Allahı tanıyırdıq. Peyğəmbərə bunu deyəndə ayə nazil oldu. İn kuntum tuhibbunallaha fəttəbiuni. Əgər Allahı sevməkdə iddiaçısızsa, gərək mənə tabi olasınız. Allaha sevginin nişanı Allahın hüccətinə itaətdir. Yer üzündə Peyğəmbəri sevməyən, Peyğəmbəri itaət eləməyən heç kəs Allahı sevə bilmir. Belə baxanda Allahın bəndəsidir bu. Amma Allah bunu itaəti mütləq qoyub. Biz Allahın mənəviyyat aləmində xidmətçiləri cəmaatın arasında əziyyət çəkiblər, zəhmət çəkiblər, bizə din getiriblər, şəriət getiriblər, əhkam getiriblər. Ömrümüz heç çatmaz bizim o kitabları oxumağa. Ömrümüz çatmaz o məsələləri öyrənməyə. Amma bunları getiriblər biz üçün. Əbədi bir din, qiyamətə qədər qalıcı bir qanunlar, əhkam getiriblər. İndi neyniyə bilərik biz
bunun müqabilində gərək onlara itaət eləyək. İtaəti bacara bilməyəcəksə, işçini işlədib pulun verməmiş kimiyik. Allahın rəhmətindən uzaq olacaq. Və Allahın rəhmətindən uzaqdır o kəs ki, ağasından qaçar, mövlasından qaçar. Mən kuntu mövla fəhaza əliyyum mövla. Ya alim, mən də bu ümmətin mövlasıyam, sən də. Mən kimin mövlasıyam, kimin ağasıyam? Sən də bu ümmətin, o kəsin mövlasısan, ağasısan. Səni qoyub, məni qoyub, dindar kimi yaşamaq istəyən Allahın rəhmətindən uzaq olacaq. Səni qoyub, məni qoyub, özünü din alimi kimi göstərmək istəyən Allahın rəhmətindən uzaq olacaq. Həm özü uzaq olacaq, həm onu da ardıca gedənlər. Çox da yaxşı işlər görəcək, çox da yaxşı sözlər danışacaq. Elə danışacaq ki, bəzi insanların nitqi quruyacaq. Nə gözəl danışır. Bu, əxlaqın özüdür. Amma belə baxanda, yox, İblis də bir vaxt moizə eləyirdi. Mələklər heyrətlə qulaq asırdı. Danışmaq deyir ki, əsas. Nitq deyir ki, əsas. İbadət də deyir ki, əsas. Onun bir yeri var, bir meydanı var, göstərir. O da məsumun qabağında itaət eləmək. Məsumun sözünü hüccət bilmək. Bu 48 saatdan az bir vaxtda bu sözləri əleyhissalam o yorğun canı ilə, o halsız vücudu ilə bunları deyir, bunları danışır. Bu gecənin əleyhissalamın məxsus olması öz yerindədir. Bizə buradan çıxan əsas məsələ bizim imamımızla rabitəmizin, bizim imamımızın Allahın hüzurunda onun muzlunu verməkdə indiki halda nə qədər dürüstlük, nə qədər nöqsanlıyıq, bunları mülahizə eləməkdir. Bizim indiki halda Ənə və əliyyün əbəvə hazihil ümmə bizim atamızdır İmam Zaman. Mənəvi atamızdır bizim İmam Zaman. Varlığı amandır bizim üçün. Vücudi rəhmətdir bizim üçün. Onun varlığının sayəsində mənəvi rozalar bizə qismət olur, bizə çatır. Belə deyir, biz istəyirik çatır. Onun varlığı sayəsində bizə çatır. Biz o atamıza qarşı nə qədər sədaqətliyiz. Bax, bu hədislər bizi hər əsrdə, hər zamanda, hər bir imamın dövründə Qədr gecəsi bunun üçündür ki, bax, sən bu imamla necəsən? Başqa bir şey yoxdur. Quran nazil olub əlimizdədir, kitab, hökmlər, ayələr bəlli. Elə. Sən istəyir bir yerə çıxartsın o Qədr surəsində bir ayəyə çatdırsın ki, sən düşünəsən. Tənəzzəlül mələikətü və ruh. Bu gecə mələklər və ruh enirlər. Gəl indi bunu tap. Hara enirlər? Nə gətirirlər? Nəyi çatdırırlar? Kimə çatdırırlar? Əsrin imamına, əsrin hüccətinə. Yəni, bütünlükdə elə bir bu gecəni səhərə qədər bir dənə həqiqəti üstündə qalır. Səni tövbə elətdirir, ağlatdırır, günahlarını yadva saldırır, nə bilim, gələcək taleyin haqqında düşündürür. Bunların hamısı yerindədir. Bir dənə hədəfə xidmət edir əslində. Sənin imama bu dəqiqə nə qədər yaxınlığın var. İmam hardadır, sən hardasan. Həm vücudu baxımından, həm də bu mənəvi baxımından. Yəni, imamın missiyasına, imamın hədəfinə, imamın hərəkatına sənin nə qədər töhvən var, sən nə qədər fayda verə bilirsən və nə qədər zərər yetirə bilirsən. Bunları gözdən keçirdəsən. Allah eləməsin ki, biz gələk bir həyat quraq özümüzə, bir yaşayış quraq ki, biz İmam Zamanın zühuruna mane olaq. Allah o günü bizə göstərməz. Əli əleyhissalamın imamlığının qarşısında maniyələr var idi ki, səcdədən alınları qaralmışdı. Bax, məsələ budur. Həzrət Əlinin ürəyinə dağ çəkmişdi. Alnı qaralanlar. Həccə 20 dəfə, 30 dəfə piyada gedənlər. Həzrət Əli əleyhissalam dedi, kaş mən sizi tanımayaydım.
Kaş mən sizi tanımayaydım, heç yolum sizə tərəf düşməyəydi. Həzrəti Əli əleyhissalamın ürəyindən, halından, qəmindən agah olanın sözüdür. Malikəşlər deyir ki, ya kaş gücüm çataydı səni elə bir əsrə aparaydım ki, cəmaat sənin qədri belə idi. Arada adam düşünür, görürsən Malikəşlərin o dediyi əsr bizim əsrdir. Vallahi yox. And olsun Allaha yox. Düz də bədbin fikirlərlə istəmirəm danışım. Yəni, İnşallah hamımız Həzrəti Əli əleyhissalamın xidmətçisiyik. Amma reallığı gərək deyəsən. Bu deyil. Yəni, Malikəşlər elə bir Həzrəti Əlinin əlindən tutub, çıxardıb onu Hicrətin 40-cı ilində. İndi getirir, hansısa bir əsrə təhvil verməlidir. Allahla vicdanımız öz aramızda. Əli əleyhissalamı alıb bu əsrdə saxlamağa bizim ləyaqətimiz çatardı. Yox. Deməli, buradan nə nəticə çıxır? Nəticə o çıxır ki, deməli, biz elə İmam zamanı da saxlaya bilmərik. Ona görə bu çətinliyi çəkirik. İmam zamanı da saxlaya bilmərik deyə çətinliyi çəkirik. İmam zamana da xəyanət eləyə bilərik deyə bu çətinliyi çəkirik. Və bu Qədr gecəsi bizdə bu düşüncələri formalaşdırmalıdır. Neynəməliyik? Nələri dəyişməliyik? Düşüncəmizdə, əməllərimizdə, hərəkətlərimizdə. Bax, budur məqsəd. Və biz ağlayacağıq bu gecə. Ağlamışsınız da gün ərzində Əli əleyhissalamdan bir roza, bir mərsiyə, bir söz oxumusunuz, qəmlənmişsiniz. Bu qəmmizin özü də İmam zamanımızın barəsində düşüncəyə bizi sövq eləyir. Biz elə ağlamırıq ki, ağlayaq, məsələ bitsin, bizə burada savab versinlər. Yox, savab öz yerindədir. Amma bu savabdan üstün bir dənə bir məqam var. O üstün məqam budur ki, insan qəflətdən çıxsın, ağlamaqla qəflətdən çıxartsın özün, baxsın, düşünsün, keçmişdəkilərin aqibətinə baxsın. Bundan artıq, inşallah istəmirəm, yorum sizi. Getirdilər bir təbib getirdilər. İşıqları söndürün inşallah. Bir təbib getirdilər. Yox qardaş, oradan dör. Aşağıdakı işıqdır. Bir salavat zikr eləyək inşallah. Allah bütün xəstələrə şifa versin inşallah. Xüsusən evlərdə xəstələr var indi ki, sizə də bizə də deyiblər dua edin. Amma bilirlər ki, qonaqdır, gedəridir. O əzizi nə ürəklə deyir, istəyir. İnsan ümidlidir də. Allahın rəhmətinə, şifasına, möcüzələrinə ümidlidir. Amma o xəstələri bir nəzərimizi alaq bu gecə. Bizdən də istəyiblər, xəstələr var ki, dua eləyin onlar üçün. Getirdilər bir təbib, dedilər, bu çox tanınmış bir həkimdir. Gəldi, Əli əleyhissalamın evinə deyir, girdi, açdı Həzrətin mübarək başın, yarasına baxdı. Yarasına baxanda deyir, başın qaldırdı, sağa, sola, xəstənin halını görəndə həkim ki, çox çətindir vəziyyət, bu sağalmaz, çox ciddidir. Baxar evdə görüm kim tox dağlıdır, kim möhkəmdir yanıb, kim ağlamır, kim ürəklidir, keçər onunla danışar, gedər ona deyər o sözü. Deyir, həkim qaldırdı başını, deyir, evə bir sağa baxdı, bir sola baxdı, başını saldı aşağı, əyildi Əli əleyhissalamın qulağına dedi. Dedi, ağa, əgər vəsiyyətin varsa yubanma.
Yəni gördü bu evdə Əlidən başqa toxtaqlı bir adam yoxdur. Dedi, vəsiyyətin varsa yubanma. Artıq bildilər məsələ nə yerdədir. Bildilər ki, bu sağalmayan bir yaradır. Dedi, amma bir neçə saat qonağımızdır. Su ziyacaq, su verməyin. Bacarın süd verin. İndi bu süd verin sözü düşdü Kufədə yetimlərin dilinə. Hər gecə qapılarını döyən Həzrəti Əliyə indi südün ehtiyacı var. Həzrəti Əlinin özünün südə ehtiyacı var. Nə qədədir uşaq səhər oyandı, eşitdi, evdə ağlayırlar, narahatdılar. Nə olub? Dedilər ki, Əmirəl-Möminini zərbətlənib məsciddə. Dedilər ona, biz südümüzü içmirik. Biz səhər süd içmirik. Biz istəyirik südü payımızı aparaq verək Əmirəl-Mömininə. Bir uşaq var idi, heç içəcək südləri yox idi. O da eşitmişdi məhəllədə uşaqlarla oynayanda ki, Həzrət Əli əleyhissalamı süd aparırlar. Gəldi evə gördü, süd yoxdur. Gəldi süd satılan yerin qabağında dayandı. Dedi, əmi, istəyirəm süd alım səndən. Bir dənə kasa gətirmişdi, dedi, bir qab gətirmişdi, deyir. Uzatdı ona, dedi, bəs pulu, dedi, pulum yoxdur. Əyildidir yerə, başmaqlarını götürdü. Dedi, olar bunu verim. Olar bunu verim sənə, südü verəsən mənə. Deyib, baxdı, gördü. Dedi, sən neyinirsən bu qədər belə təlaşlısan südü almağa? Dedi, eşitməmsən ki, ya, ağamız Əmirəl-Möminin şəhadət yatağındadır, xəstə yatağındadır. Həkim deyib, dərmanı süddür. Deyib, verdi ona, deyir. Götürdü, deyir, südü, qaça-qaça gəlir. Süd biraz yerə dağılır, üstünə dağılır. Ayaq yalındı, qaça-qaça gəldi, gördü, uzun bir dənə səhvdir Həzrət Əlinin evinin qabağında. Uşaqlar dayanıb əlində süd qabında. Deyir, naümid dayandı səhvin lap axırında. Dedi, Allah görəsən, mənə qismət olar, mənə növbə haçan çatar, mən aparım süd payımı verim Həzrət Əliyə. Deyir, bunda gördülər, qapı açıldı. İmam Həsən əleyhissalam çıxdı çölə, dayandı, deyir, baxdı səfə, əli ilə işarə elədi, o axırda dayanan, indi gələn o uşağa. Dedi, gəl oğlum. Atam dedi ki, o uşağın südündən getirin. Bunun danışırlar, sonra deyirlər ki, o qəlblə istəmək, qəlbin sınmağı çox mühümdür. Çox mühümdür. Hamısı Həzrət Əli üçün gəlmişdi, amma bir şəxs gəlmişdi ora ki, bir uşaq gəlmiş ki, yox idi, amma gətirmişdi. Gətirmişdi. Bizim də bir əməllərimiz yoxdur ki, gələk bu gecə deyək, ay Allah, bizim bu əməlimiz var. Biz də deyirik, ilahi, biz o uşaq kimiyik, gəlmişik, dayanmışıq səhvin axırında, bəndələrin sayı hesabı yoxdur bu gecə. Hamı sənə əl açıb səndən istəyir. Biz də uşaq misalındayıq, heç nəyimiz yoxdur, əliyanlınıq, üstü başımız tozludur. Amma ümid edirik ki, bizdən də qəbul eləyəcəksən. Getirdilər Həzrət Əli əleyhissalamı bir neçə nəfərin iştirakı ilə dəfn elədilər, gecə dəfn elədilər Əli əleyhissalamı. İmam Həsən, İmam Hüseyn əleyhissalam. Deyir, qaydırdılar, yolda gördülər bir xarabalıqdan ağlamaq səsi gəlir ki, adamsızam, kimsəsizəm, heç kimim yoxdur. Səsimə səs verənim yoxdur. Deyir, İmam Həsən deyir, yolun saldı, İmam Hüseynlə girdilər içəri, gördülər bir kişidir, bir xəstəliyə tutulub, bu dərisində bir yaralar var. Bunu cəmaat çıxardıblar şəhərdən, getiriblər şəhərin kənarında bir yerdə, bir xarabalıqda qoyublar ki, bunun bir xəstəliyi var. Deyir, girdilər içəri, gördülər, bunun gözü də görmür. Dedi, kimdir gələn, kimsiz? Dedi ki, biz qonağıq gəlmişik. Sən kimsən, burada neynirsən? Dedi, mən qəribəm, adamsızam, heç kimim yoxdur. Amma mənim hər gecə bir qonağım var idi, gələrdi, mənə baş çəkərdi. 3 gündür o gəlmir. Dedilər, kim idi? Onu görmüsən, dedi, gözüm kördür. Dedi, onun bir əlamətlərindən də. Dedi, əlamətlərindən deyim. Gələrdi, oturardı mənim yanımda. Deyərdi, sən də qəribsən, adamsızsan, mən də qəribəm, adamsızam. Sən də məzlumsan, mən də məzlumam. Əli ilə deyir, mənə çörək yedirdərdi.
Mən doyardım, üstümü başımı təmizləyərdi, mənə nəvaziş eləyərdi. Ondan sonra da gedərdi. Deyirəm, amma sən başladı ağlamağa. Dedi ki, siz tanıdınız onu, ona görə ağlayırsınız. Dedilər ki, hə, tanıdıq, o bizim atamız idi, Əli idi. Onu dəfn eləyib gəlmişik. Deyir, ağladı, bunlara yalvardı ki, məni aparın onun qəbrinə. Getirdilər, gəldilər, deyir, çox məhrəm adamlar Həzrət Əlinin qəbrindən xəbərdar olublar. Bu kişini də getirdilər, gəldilər, deyir, özün çatdı Həzrət Əli əleyhissalamın qəbrinin üstünə saldı, başladı ağlamağa. Dedi, məni tək qoymusan. 3 gündür mən sənin yolu gözləyirəm, sənin üçün darıxmışam. Bu dillərlə deyir, danışdı. Gördülər, sonra səsi gəlmir. Yaxına getdilər, gördülər, canını tapşırıb. Canını tapşırıb Əli əleyhissalamın o gözəl qəbrində. Kurtardı ayrılığın derdi Fatıma'ya gelmem. Kurtardı derdi Fatıma gəlirəm. Hanım sənin qabırğan sınmışdı, mənim başıma qılınclayın. Bu gecə Əlinin evində bir həzin ağlamaq səsləri var. Həsən ağlayır, Hüseyin ağlayır, xanım Zeynəb ağlayır, Ümmü Kulsum ağlayır. Kurtardı ayrılığın derdi Fatıma, gəlirəm nigar və şəb-i axərdi Fatıma, gəlirəm. Bu cümleler ki deyim, axərin qəzəldi mənə. Yanır başımdaki yarəm, vəli gözəldi mənə. Xəyal-i vəslin ilə zəhri də qəsəldi mənə. Xanım səndən görüşməyin xəyalin zəhər bal eləyib mənə. Soruşma Dənridə səndən sonra nə gəldi mənə. Ki ləhzə-ləhzəsi möhtərdi Fatıma, gəlirəm. Sıxılmasaydı vücudum, cahanda gəlməz idim. Səlman deyir, özüm gördüm. Həzrət Əli əleyhissalam gəlib quyulara dərdin danışır. Soruşdum, ağa niyə belə inəyirsən? Gördüm belə ağlaya dedi Səlman. Fatımədən sonra bir nəfər yoxdur, mənim dərdimi qaldıra bilən. Sıxılmasaydı vücudum, cahanda gəlməz idim. Bəzənməsəydi bir pişani qanda gəlməz idim. Dözüb şikayətə heç bir zamanda gəlməz idim.
Ger olmasaydı huzurun cinanda gelmezdim. Behiş senle müetterdi. Fatıma gelirəm. Buyurdu Fatıma balaları qalsın, qalanam mı çıxsın evdən çölə. Həsən Hüseyin, xanım Zeynəb, xanım Ümmü Kulsum dövrəliyiblər əmir el-müminini. Biri deyir qabar olan əllər və Hüseynin qurban ay baba. Biri deyir Nicaran canı və Həsənin qurban ay baba. Biri deyir anamdan sonra gün görməyən canı və Zeynəbin qurban ay baba. Hərə bir dillə oxşayır. Gördülər Ümmü Kulsum ahəstə dinləndir. Zadan halındır. Ah ahır gecə iftarın kuru çöreğine atam laylay. Atam laylay, atam laylay. Buyurdu balaların vəsiyyətlərin elədik. O ki Fatıma balalar qalıblar, qalan hamı bayırdadır. Gördü bir ağlamaq səsi imkan vermir, Əmir ağa danışsın. Kızım Zeynəb kimdir belə ağlayan? Dedi baba öcey bilir özünü. Kardeşim eve gelmir. Be kimdi bu ağlayan? Baba bu kardeşim Ebelfezli. 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 Çağır oları gözlerinizde qaş elə. Verselle elə Kərbəlaya yoldaş elə. Alemde belə bir şey görülmeyip böyük kardeşi balaca kardeşe tapşırarlar. Əmir ağa buyurdu Ebelfez ne badə Hüseyin'den sonra şehit olasan hayvanlar. Qəmivi rişteyi kalbinde oğul kırma bala. Bu Hüseyin gelmese icazə sen de gelme bala. Oğul tapşırıklarım verdik. Gördüler Allah Əmir ağanın nəfəsi getdi qayıtmadı. Xanım Zeynəb durub baş üstündə belə. Üzün tuttu bir səmtə gəl ana tacidarım öldü. O tutub qəlbimi dübarə Zeynəbəm tacidarım öldü. Qalmışam Kufədə avara. Gəl ana, gəl ana, bağla məzlumun yarəsini. Bir təbib tapmadı bu dərd çarəsini. Bir təbib tapmadı bu dərd çarəsini. Gəl ana, ağla bu imam. İstəyir xanım Zəhranı dilə gətirə xanım Zeynəb. Gör necə ana hansı sözlə dilə gələr. Gəl ana, ağla bu imam. Gün gələr ağlaram Hüseynə.
Sen əza saxla bu imamə, mən əza saxlaram Hüseynə. Gəl ana, gəl ana, qat gözün yaşır göz yaşıma. Yaslayam bir qara məcər sal başıma. Yaslayam bir qara məcər sal başıma. Atam laylay, canım laylay, yaralı aslanım laylay. Atam laylay, canım laylay, yaralı aslanım laylay. Atam laylay, canım laylay, yaralı aslanım laylay. Atam laylay, canım laylay, yaralı as laylay. Bir de atam laylay, canım laylay, yaralı aslanım laylay.